Salam aleyküm değerli dostlar. Kur'an öğrenen ikinci bölümüne hoş geldiniz. Biz birinci bölümde 12 hərfi keçmişdik. İndi isə inşallah 16 hərfi keçəcəyik. Deməli, değerli dostlar, biz keçən dərsimizdə demişdik ki, metod olarak, öğrenme metodu olarak hərflərin forma cəhətdən nəysə bənzədək. Və 12 hərfi belə keçmişdik. Və digər 16 hərf qalır. İnşallah bugün bu 16 hərf üzərində işləyəcəyik. Deməli belə, 12-ci hərfimiz nə olmuşdu? Olmuşdu sin. Nəyə bənzətmişdik? Dənizin dalğasına. 13-cü hərf. Hansı hərfdir? Şin. Deməli dostlar, bildiyiniz kimi bu şin birinci bölümdə olduğu kimi yenə bu bizim bildiyimiz ş hərfidir. Bu hərfin adı nədir? Şindir. Sonra gəldi sad. Sad nədir? Bizim bildiyimiz s hərfidir. Hərfin ümumi adı isə sad. Sonra gəldi dad. Dad hərfin ümumi adıdır. Bizim bildiyimiz nə hərfdir? Bizim bildiyimiz d hərfidir. Ta ümumi adıdır. Bizim bildiyimiz d hərfidir. Deməli dostlar, desəz ki müəllim, burada da t var idi, tə. Burada da ta var. Bunun fərqi nədir? Biz inşallah bunun fərqini 3-cü bölümdə keçəcəyik. Çünki burada dedik axı birinci bölümdə 28 hərf həm qalın hərflərə, həm incə hərflərə bölünür, həm pərdəş, həm boğaz hərflərə bölünür. Burada tə incədir, burada isə qalındır. 3-cü bölümdə inşallah keçəcəyik. Sonra gəldi za. Təltək hərfdir. Bizim bildiyimiz hansı hərfdir bu? Bizim bildiyimiz z hərfidir. Sonra gəldi ayn. Bu ərdən a-nın qarşılığıdır bu hərf. Ayn boğaz hərfidir. İnşallah bunu da 3-cü bölümdə keçəcəyik və bunu ə kimi qeyd edə bilərik. Sonra gəldi qayn. Bizim bildiyimiz bu hansı hərfdir? Bizim bildiyimiz bu ğ hərfidir. Belə. Hərfin ümumi adı isə qayn. Sonra gəldi fə. Bu da değerli dostlar, bizim bildiyimiz bu f hərfidir. Sonra gəldi qaf. Qaf onun ümumi adıdır və bizim bildiyimiz bu q hərfidir. Kəf gəldi. Görürsünüz, kəfin iki cürə yazılış forması var. Kəf də onun ümumi adıdır. Bizim bildiyimiz k hərfidir. Deməli, değerli dostlar, bir şey də nəzərinizə çatdırım ki, ərəbcədə k hərfi yoxdur. Birdən k hərfi deyərsiniz, xeyr, k hərfi ərəbcədə yoxdur. K-dır bu. Ərəbcədə i yoxdur, i var. Ərəbcədə ü yoxdur, u var. Ö yoxdur ərəbcədə. Sonra gəldi bu ləm. Ləm bunun ümumi adıdır və bunun bizim bildiyimiz bu hansı hərfdir? Bizim bildiyimiz bu l hərfimizdir. Mim ümumi adıdır. Bizim bildiyimiz bu mim hərfimizdir. Belə. Nun ümumi adıdır. Bizim bildiyimiz hansı hərfdir bu? Bu bizim bildiyimiz n hərfidir. Vəv hərfi. Vəv hərfi də onun ümumi adıdır. Bizim bildiyimiz bu v hərfidir. Hə, bizim bildiyimiz v hərfidir. Bax, eynisi ilə burada da var. Görürsünüz, değerli dostlar. Desəz ki, mən burada da hə var, burada da hə var. Bunun fərqi nədir? Bunun fərqi hə burada boğazdır, burada isə boğaz deyil. Sonra gəldi lam əlif. Lam əlif nədir, değerli dostlar? Lam əlif bunun ümumi adıdır. Bunun ümumi adı lam əlifdir. Niyə lam əlifdir? Baxın dostlar, bunun ortadan bunu bölürəm iki yerə. Oldu mu? Birinci nə oldu? Lam. Bax, bu sağ tərəfdəki xəttdən sağ tərəfdəki oldu lam. Xəttdən sol tərəfdəki nədir? Bu da əlifdir. Burada iki dənə var. Bir lam hərfi var. Bizim bildiyimiz l.
Bir də bizim bildiyimiz nə hərf var? Bizim bildiyimiz ə hərfi var. Bax, görürsünüz burada əlif. Bax, bu birinci lamdır. Görürsünüz bu lam. Bu da əlif. Onun üçün bunun adı lam əlifdir. Sonra gəldi yə. Yə də bizim bildiyimiz nə hərfdir? Bizim bildiyimiz y hərfidir. Deməli dostlar, görürsünüz, bu 28 hərfə baxanda bu hərflərin ki adı var, birinci hərf onu bildirir. Məsələn, əlif ə, bə b, tə t, sə s, cim c, hə h, xa x, dəl d və s. Deməli dostlar, biz bunun hərflərin adını bildik. Və keçirik nəyə? İndi keçirik hərfləri bənzətməyə, forma cəhətdən. Daha çox Quran-Kərimi göz yaddaşından istifadə edin, elə öyrənin, nəysə bənzətin hərfləri. Və bu 28 hərfi dostlar, bilsəz əgər, digər bölümlər asanlıqla götürəsiniz digər bölümləri və asanlıqla digər bölümlərə keçə bilərsiniz və tez müddətdə, qısa bir müddətdə Quran-Kərimi öyrənəsiniz inşallah. Biz sini nəyə oxşatmışdıq? Nəyə oxşatmışdıq? Dənizin dalğasına. İndi gəldi şin. Şin də eynisi də dostlar, dənizin dalğasıdır. Bax, bir dənə dalğa çəkirəm. Dalğa çəkirəm bir dənə. Kompüterdən işlədiyim üçün biraz çətin olur. Yüzüdə hesab edin. Bir dənə dalğa çəkirəm və belə bir şey atıram bura. Üstə də nə qoyuram? 3 dənə nöqtə qoyuram üstünə. Oldu mu dostlar? Bu nə oldu? Oldu şin. Desəz ki, müəllim, bunun üzərində də 3 dənə nöqtə var. Sənin üzərində də 3 dənə nöqtə var. Fərq nədir? Fərq dediyim kimi, forma cəhətdən. Biz bunu gəmiyə bənzətmişdik. Gördüyünüz kimi, gördünüz. Üstünə 3 nöqtə oldusa. Biz bunu nəyə bənzətdik? Dənizin dalğasına. Oldu mu? Üstə 3 nöqtə oldu. Şin. Deməli, burada dalğa var. Baxın dalğaya. Burada isə dalğasızdır. Dalğasız sədir. Dalğalı isə şindir. Sonra gəldi sad, dad. Deməli dostlar, nəzərinizə çatdırın. Bax, bu bizim ikisi də görürsünüz, eyni hərfdir, forma cəhətdən oxşar. Bu bizim s hərfimizdir. S-nı isə yatızdırırıq. Baxın, s-nı yatızdırdıq. Gördünüz, oldu nə? Sad. S-nı yatızdırırıq. Eynisi də s-dır, bizim s-dır. Bizim s-dır. Yatızdırırıq bizim s-nı. Nə olur? Oldu sad. Və bizim s. Bizim s-nı yatızdırırıq. Eynisi də baxın. Olur nə? Olur dad. Sonra gəldi ta, za. Bunlar da, yəni bir qələm götürsəz, belə bir şey eləsəz, oxşar bir şey. Oldu nə? Ta. Bu da oldu nə? Bu da oldu za. Siz bunu nəyəsə bənzədə bilərsiniz. Bu bizim p-ya da bənzəyir. Məsələn, bizim p-nın tərs formasına da bənzəyir. Nöqtəsiz ta, nöqtəli za. Sonra gəldi bu ayn, ayn. Ayn nədir dəyərli dostlar? Dedik ki, bu ə-dən a-nın qarşılığıdır. Üçüncü bölümdə inşallah keçəcəyik bu səsləndirməni. Bu isə bizim e hərfinə bənzəyirmi? Bizim e hərfinə bənzəyir bu. Düşün ki, bizim e hərfinin böyük formasında yazırıq belə bir şey. Bizim e hərfi. Belə bir şey yazır. Bir dənə güclü hesab edeyim. Bizim e hərfini böyük yazandan ötə yazırıq. Belə bir şey yazırıq da. Bizim e hərfi nöqtəsiz ayın, bizim e hərfi üstündə nöqtə qayn. Bax, üstündə bir dənə nöqtə var. Görürsünüz dostlar. Bax, burada da üstündə bir dənə nöqtə var. Baxın, xa. Məsələn, zəl. Amma görürsünüz, forma cəhətdən fərqlidir. Baxın, bunun formasına baxın. Bax, bunun formasına baxın. Necədir? İndi isə bunun formasına baxın. Ha? İndi isə bunun formasına baxın. Görürsünüz dostlar, hamısı fərqlidir bunların. Onun üçün forma cəhətdən çalışın, qaçırmayın. Nöqtələrdən öyrənin ki, yadınızda qalsın. Sonra gəldi fə.
Bunu nəyə bənzədirəm mən dostlar? Bizim 9 hərfinə. Məsələn, bizim 9 hərfi yazsaq bura, belə bir şey. 9. Oldu mu? Bizim 9 hərfinə bənzədə bilərik. 9 üstündə bir nöqtə nə oldu? Oldu fərq. 9 görürsünüz, üstündə bir nöqtə oldu fərq. 9 üstündə 2 dənə nöqtə nə oldu dostlar? 9 üstündə 2 dənə nöqtə oldu. Af. Af. Qaf hərfi oldu. Bizim 9-la da bu hərfi, 2 hərfi bənzədə bilərsiniz. Sonra gəldik kəf. Və belə bir şey qələm götürsəz, belə bir şey çəksəz, kifayət edir. Əsas odur ki, hərfin forma cəhətdən biləsiniz. Belə bir şey çəksəz kifayət edir. Bu oldu kəf. Sonra gəldi lam. Lamı da mən nəyə bənzədirəm? Bu balıq tutmaq üçün qarmaqların uzluqları var. Ona normalda qarmaq uzluğu da deyirlər. Və bunu ona bənzədirəm mən. Baxın, 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 belə bir şey. Bu da oldu nə? Ləm. Sonra gəldi mim. Məsələn, mimi də bir, siz necə deyim, mismara bənzədə bilərdiniz. Bu da olsun, bir mismarımız olsun. Mimi də mismara bənzədə bilərsiniz. Oldu nun. Nun hərfi də üstündə bir dənə nöqtə var, dostlar. İndi burada biz nəzərinizə bir şey çatdırım. Baxın, burada siz özünüz, mən bunları, bu şeylərə bənzədirəm. Siz fərqli şeylərə bənzədə bilərsiniz. Sadəcə olaraq mən necə öyrənmək lazımdır, onun yöntəmini göstərirəm. Və burada, dostlar, baxın, bunu başqa bir rənglə də rəngləyə bilərik. Baxın, bax. Nun. Dostlar. Baxın. Bə. Tə. Bir də fə. Dostlar, bunların hamısı eyni formada hərflərdir. Sadəcə nöqtəsinə görə fərqlənirlər. Baxın, 4-ü də cəmi formasındadır. Görürsünüz, eynisi ilə, baxın. 4-ü də cəmi formasındadır. Nəyə görə fərqlənirlər? Təkcə nöqtəsinə görə fərqlənirlər. Altda bir nöqtə bə, üstdə 2 nöqtə tə, üstdə 3 nöqtə fə, üstdə bir dənə nöqtə nun. Siz bir dəftər götürüb, dəftərin kənardan belə bir şeylər yaza bilərsiniz. Baxın, belə bir şey çəksən, üstdə bir nöqtə oldu nun, belə bir şey çəksən, altda bir nöqtə oldu nə? Bə və sayın. Bu 1, 2, 3, 4 dənəyə oxşardır. Sonra keçirik hansı hərfə? Sonra gəldi vav hərfi. Bax dostlar, nəzərinizə bir şey çatdırım. Vəv hərfi. Vəv də bizim 9-dur. Burada da eynisi ilə. Yenə qırmızıdan bunu işarələyək. Baxın. 3 dənə hərf var ki, forma cəhətdən bir-birlərinə oxşayır. Baxın. Bax, 1 bu 9, bizim 9. 1 bu 9. Bayaq dedikdə. Görürsünüz, 9 formasındadır da bunlar. Bir də bu 9. Baxın. Üçü də eyni formadadır. Düzdür. 1, 2, 3. Nöqtəsinə görə fərqlidir. Deməli, 9 üstündə bir dənə nöqtə nə oldu? Fə. 9 üstündə 2 dənə nöqtə nə oldu? Qaf. 9 nöqtəsiz vəv. Siz belə bir şey götürə bilərsiniz. Yenə dəftərinizə. Yəni, bir 9 yazarsınız belə bir şey. Üstünə nöqtə qoyarsan, onlar fə. Yerə təzyindən bir dənə 9 yazarsınız belə bir şey. Üstünə 2 nöqtə qoyarsan, onlar qaf. Bir dənə də belə 9 yazarsınız. Onlar nə? Onlar vəv hərfi. Sonra gəldi hə. Həni dostlar mən qaçıya oxşadıram. Hənin 2 cür yazılış forması var. Biri belə, bildiyiniz kimi, bax bu 0. Bir belə yazılır, bizim 0. Bir də ki, bu qayçının formasına oxşadıram. Məsələn, qayçının belə forması var. Tutacaqlarında belə bir şey vardır. 2 dənə tərəfdən parmağımızı keçiririk, nə edirik? Qayçını tuturuq. Oldu mu? Bunda həni də qayçıya oxşada bilərik. Sonra gəlir lam əlif. Lam əlif bildiyiniz kimi bu nəyəsə də bənzədə bilərsiniz.
Sonra gəldik Y hərfi, Y hərfi altda 2 nöqtə oldu Y. Bunu da bu cəmi T-ya da B-yə də bənzədə bilərsiniz. Bu da cəmi formasındadır. Altda 2 nöqtə oldu Y. İkinci bölümümüzdə bu 16 hərfi qalmışdı. 16 hərfin üzərində işləməkdən ibarətdir. İnşallah siz də hərfləri nəyəsə bənzədin və çalışın ki, bu 28 hərf ki var, bunu dəftərinizə bənzətdiyiniz şəkildə yazasınız. İnşallah 3-cü bölümdə görüşənədək. Sağ olun.